Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Dünən səhər saatlarında Dərdərdə qətl hadisəsi törədilib. Rayonun Gəngərli kənd sakini 34 yaşlı Emin Həsənzadə yaşadığı evin həyətində bıçaqlanaraq öldürülüb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs Emin atası Muğan Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Meydan TV işi üzrə həbs edilən Fatimə Mövlamlının anasını döyüb xəsarət yetirməsi və anasının ondan şikayətlər etməsilə bağlı məlumatlar yayılıb. Fatimə Mövlamlının həbs olunmazdan əvvəl anası Vüsalə Mövlamlını zorakılığa məruz qoyaraq ona işgəncələr verməsilə bağlı polisə dəfələrlə müraciət edilib. Anası qızına mütəmadi olaraq qızının spirtli içki qəbul edib gecə saatlarında evə gəlməsinə, sosial şəbəkələrdə xoşagəlməz fotolar paylaşmasına görə ona irad tutduğu üçün döyülüb və təhqir olunub. Vüsalə Mövlamlı qızının sərxoş halda evin əşyalarını dağıtması və ona bədən xəsarətləri yetirməsilə bağlı ekspertisiyaya gedib qızının cəzalandırılmasını istəyib. Ekspertisiya rəyinə görə Mövlamlının qızı tərəfindən sağlamlığı pozulub, qapalı kəllə beyin travması alıb və beyni silkələnib, başında dərialtı hematomalar yaranıb. Onun əməlləri barədə məlumatı verən mənbə bildirir ki, Mövlamlı anasının şikayətinə görə ona fiziki və psixoloji təzyiqləri davam etdirib.